Hər vaxtınız xeyir olsun, əziz kanal izləyiciləri. Bildiyimiz kimi bugün 25 may ikinci qruplar üzrə blok imtahanı keçirildi və həmin imtahana düşmüş riyaziyyat suallarının izahını sizinlə paylaşacağım. Vaxt itirmədən keçək sualların izahına. Deməli, birinci sualda yazıb ki, limit en yaxınlaşanda sonsuzluğa kök altında 49 n, üzərinə gəl kök altında 10 n bölünsün kök altında 16 n limitini tapın. Deməli, yazacağım limit en yaxınlaşanda sonsuzluğa. Biz burada aparıb n-in yerinə sonsuzluq yazanda sonsuzluq bölünsün sonsuzluq şəklində qeyri-müəyyənlik halı yaranır. Və bizim qaydamıza əsasən bu cür limitləri hesablayanda bunun hər tərəfin sürətini və məxrəcini, daha doğrusu kök altında n-ə böləcəm. Olacaq kök altında 49 n bölünsün n, üzərinə gəl kök altında 10 n bölünsün n, kök altını bağlayacağım və məxrəcə də kök altında 16 n bölünsün n olacaq. Bu da bərabər olacaq limit en yaxınlaşanda sonsuzluğa kök altında 49 n-i n-ə böləndə 49 eləyir və kök altında 10 n bölünsün n-in limiti 0-dır. Olur kök altında 49 plus 0 bölünsün kök altında 16. 49-dan kök 7 çıxır, 16-dan kök 4 çıxır. Cavabımız olur 4-də 7 D variantı. İkinci suala baxaq. ABC müxtəlif tərəfli üçbucağında belə bir ABC üçbucağı çəkək. Hər hansı bir müxtəlif tərəfli ABC üçbucağımızdır. Deyir ki, AB tərəfi 5 cm-dir, BC tərəfi 12 cm-dir və bu B bucağı da 90 dərəcədən kiçikdir. AC tərəfini ala biləcəyi tam qiymətlərin sayını tapın. Biz qaydamıza əsasən üçbucaq bərabərsizliyində belə bir qayda dedik ki, əgər bu bucaq iti bucaq olsa, onda x 12/5 fərqindən böyük olmalıdır. Amma bunların kvadratları cəmindən isə, kök altda bunların kvadratları cəmindən isə kiçik olmalıdır. Buradan alınır ki, x 7-dən böyük, 13-dən kiçik olur. X-in daxil olduğu tam qiymətlər 8, 9, 10, 11, 12 olur. Amma burada bir şey də var ki, bizə ABC-nin müxtəlif tərəfli olduğu deyildiyinə görə mən artıq AC tərəfini 12 götürə bilmərəm. Yerdə qalan 8, 9, 10, 11 qiymətlərini isə ala bilər. Sayını soruşduğuna görə cavabımız olur B variantı. Üçüncü suala baxaq. Həcmi 729 kub santimetr olan kubdan tilləri AB 4-dür, AC 7-dir, DABC piramidası kəsilmişdir. Kubun qalan hissəsinin həcmini tapın. Aydın məsələdir ki, kubun qalan hissəsinin həcmi bərabər olacaq kubun öz həcmindən çıxacam həmin o piramidanın həcmini. Əvvəlcə kubun tilini tapaq. Kubun həcmi bizə 729 kub santimetr verildiyinə görə bunun tili olur 9 santimetr. Həmçinin o bizim tapdığımız 9 santimetr bu piramidanın hündürlüyü olur. Bu da bərabər olacaq. Kubun həcmini bizə 729 verib 729-dan çıxacam. Piramidanın həcm düsturu 3/1 S oturacaq vurulsun H-dır. Bu da bərabər olur 729 çıxılsın 3/1 vurulsun. Şəklə fikir versək, burada piramidanın oturacağı düzbucaqlı üçbucaqdır. Katetləri hasilinin yarısı olacaq sahəsi və vurulsun hündürlüyümüz də 9-dur. Bu da bərabər olur 729 çıxılsın 14 vur 9 böl 3 eləyir 42. 729-dan da 42 çıxanda olur 687 kub santimetr. Cavabımız burada Y variantı olacaqdır. Davam eləyək 4-cü sualla. 4-cü sualda yazıb ki, y bərabərdir 9 üstü sinus x funksiyasının qiymətlər çoxluğunu tapın. Əvvəlcə sinus x funksiyasının qiymətlər çoxluğuna baxsaq, sinus x funksiyası -1 aralığına daxildir. Ona görə bir dəfə sinus x-in yenə 1 qoyacağım, olacaq 9 üstü -1 və sağ tərəfində məhdud olacaq 9 üstü 1-də. Bu da olur 9 üstü -1, 9-da 1 deməkdir. 9-da 1, 9 aralığı olur. Cavabımız D variantı. 5-ci suala baxaq. Deyir ki, funksiyanın artma aralığını tapın. Biz bilirik ki, hər hansı fx funksiyasının artma aralığını tapmaq üçün onun törəməsini 0-dan böyük bərabər götürüb həll eləməliyik. Bunun törəməsi olur 2x çıxılsın 2, böyük bərabərdir 0-dan, x də böyük bərabərdir 1-dən. Cavab Y variantı. Davam eləyək 6-cı sualla. Burada biraz sualların yeri dəyişikdir deyənə, yuxarıda olmalıdır 6-cı sual. Yazıb ki, perimetri 20 metr olan bərabəryanlı trapesiyanın, bir bərabəryanlı trapesiya burada təsvir eləyək. Bunun deyir ki, perimetri, ta ki bu hər hansı olsun ABCD trapesiyası, perimetri 20 metrdir, yan tərəfi onun orta xəttinə bərabərdir. Orta xəttini belə çəksək, yan tərəfinə ta ki 2A desək, yan tərəfinə 2A desək, onda orta xəttdə 2A olmalıdır. Və bu trapesiyanın perimetrini, perimetr ABCD-nin bizə 20 metr olduğu verilib. Biz bilirik ki, perimetr bütün tərəflərin cəminə bərabər olur. Yəni AB plus BC plus CD və plus AD cəmi bərabər olmalıdır 20-yə. Buradan yan tərəflərimiz 2A, 2A olduğuna görə AB ilə CD-nin cəmi 4A olur.
Üzərinə gəl, həmçinin oturacaqları cəmi də 4A olmalıdır. Çünki biz bilirik ki, orta xətt oturacaqları cəminin yarısı olur. Deməli, oturacaqların cəmi 4A-dır. Bu bərabər olur 20-yə. Buradan 8A-mız bərabər olur 20-yə. A-nı da tapıram ki, A-mız 2,5 metrmiş. A-nı 2,5 metr tapandan sonra bizə yan tərəfi istəyir. Yan tərəfimiz olur 5 metr. 7-ci suala baxaq. Sadə bir sualdır. Məktəb olimpiyadasında 200 oğlan və 300 qız iştirak edib. Məndən soruşur ki, oğlanlar bütün iştirakçıların neçə faizini təşkil edir? Əvvəlcə gəlin bu olimpiyadada iştirak edən bütün iştirakçıların sayını tapaq. 500 iştirakçı olur. Məndən oğlanlar bu bütün iştirakçıların neçə faizini təşkil etdiyini soruşur. 200-ün 500-ə faizlə ifadəsini tapmalıyıq. 200-ü 500-ə bölüb 100%-ə vurarıq ki, bu da cavabımız olur 40%. Deməli, oğlanlar bütün iştirakçıların 40%-ni təşkil edir. 8-ci suala baxaq. Trigonometrik tənliklərlə bağlı bir sualdır. Yazıb ki, sinus x çıxılsın kosinus x bərabərdir 0 tənliyini həll edin. Bunun hər tərəfi mən kvadrata yüksəltsəm, olacaq sinus kvadratı x çıxılsın 2 sinus x kosinus x üzərinə gəl kosinus kvadratı x bərabər olmalıdır 0-a. Əsas trigonometrik yeniliyə əsasən sinus kvadratı x plus kosinus kvadratı x ifadəsinin qiyməti 1 olur. 1 çıxılsın 2 sinus x kosinus x bərabər olur 0-a. 1 çıxılsın, bu sinus 2x'in açılışıdır. Sinus 2x bərabər olur 0-a və buradan sinus 2x'in 1 olduğunu alırıq. Bu xüsusi haldır. Sinus 1'i nə zaman alır? Buradan 2x bərabər olacaq. Pi bölünsün 2 plus 2 pi k-ya. Mənə x lazımdır deyənə hər tərəfini 2'yə böləndə cavabımız olur pi bölü 4 plus pi k. Cavabımız burada C variantı olacaq. Davam edək 9 nömrəli tapşırıqla. A və B-nin hansı qiymətlərində çoxhəddiçinin qüvvəti 5-ə bərabərdir? Burada görürəm ki, 3x üstü 8 və mənfi ax üstü 8. Bunu elə 3 çıxılsın ax üstü 8 kimi yazacağam. Bx üstü 6 və 2x üstü 6-da üzərinə gəl b plus 2x üstü 6 kimi yazacağam. Ardıca yazacağam ki, çıxılsın x üstü 5, üzərinə gəl 4x kvadratı və üzərinə gəl 1. Bunun qüvvəti bizə 5 verildiyinə görə mən buradan x üstü 8 və x üstü 6-ları itirməyim lazımdır. Ona görə də bunların əmsallarını 0-a bərabərləşdirməliyəm. Yəni 3 çıx a-mız 0-a bərabərdirsə, a-mız 3 olur. Həmçinin b plus 2, yəni x üstü 6-nın da əmsalı 0-dırsa, onda b-miz də mənfi 2 olur. Cavabımız D variantı. 10-cu suala baxaq. Tənliklər sistemindən deyir ki, x, y hasilini tapın. Mən yuxarıdakı tənlikdə bərabərliyin sol tərəfini x çıx y-in kvadratı çıxılsın 4x, y kimi yaza bilirəm. Bərabərdir mənfi 47-yə. Və aşağıda mənə x çıxılsın y fərqini 1 verdiklərinə görə 1-in kvadratı çıxılsın 4x, y bərabər olur mənfi 47-yə. Buradan 4x, y bərabər olur 48-ə. X, y hasilində 12 olduğunu alırıq. Cavabımız C variantı. Baxaq 11-ci suala. Yazıb ki, müstəvidən 8 desimetr məsafədə olan nöqtədən müstəviyə uzunluğu 16 desimetr olan mail çəkilmişdir. Perpendiküllərin mail üzərindəki proyeksiyasını tapın. Da ki, hər hansı belə bir müstəvi təsvir edirəm mən burada. Bu müstəvidən 8 desimetr məsafədə olan hər hansı bir nöqtəmiz var. Da ki, bu bizim olsun müstəvimiz. Bundan 8 desimetr məsafədə yerləşən bir hər hansı A nöqtəsi götürürəm. Bura 8 desimetr olur. Və deyir ki, bu A nöqtəsindən bu müstəviyə belə bir mail çəkilmişdir. Bu mailin uzunluğu da 16 desimetrdir. Məndən soruşur ki, bu perpendiküllərin mail üzərindəki proyeksiyasını tapın. Buradan bir hündürlük çəksək, bura aydın məsələ ki, düz bucaqdır. Məndən baxın, buranı istəyir. AH məsafəsini istəyir. Bunu da necə taparıq? Bu katetimiz aydın məsələdir ki, 8 kök 3 olacaq. 8 kök 3 olur. Sonra bu hündürlüyü tapmağım üçün düzbucaqlı üç bucaqda düz bucaq təpəsindən çəkilən hündürlük üçün belə bir düstur var ki, katetləri hasilinin hipotenuz olan nisbəti. Yəni 8 vur 8 kök 3 bölünsün 16. Bu da olur 4 kök 3. Və mən bu hündürlüyü buranın 4 kök 3 olduğunu tapıram. Bu düz bucaqlı üç bucaqdan isə Pifagoru tətbiq eləsək 4 kök 3-ün kvadratı üzərinə gəl x kvadratı bərabər olmalıdır 8-in kvadratına. Buradan 48 üzərinə gəl x kvadratı bərabər olur 64-ə. X kvadratı bərabər olur 16-ya, x də bərabər olur 4-ə. Deməli, cavabımız olur burada 4 desimetr. 12-ci suala baxaq. Bowling liqasının oyunçularının nəticəsi və eyni nəticə göstərən oyunçuların sayı cədvəldə verilmişdir. Verilmiş nəticələrin medianı ilə modasının fərqini tapın. Baxın, burada baxsaq 2 nəfər 125 ballıq nəticə göstərib. Ona görə bu 125-i 2 dəfə yazacağam. Daha sonra 3 nəfər 130 ballıqlara baxsaq 4 nəfər 130 ballıq nəticə göstərib. Ona görə 130-u mən 4 dəfə yazmalıyam. Sonra 135 ballıq nəticəni 2 nəfər göstərib 135-i 2 dəfə yazacağam. 135
Bir nəfər 140 ballıq nəticə göstərib, 140-ı bir dəfə yazacağam. 3 nəfər 145 ballıq nəticə göstərib, 145-i 3 dəfə yazmalıyıq. Və nəhayət 2 nəfər də 150 ballıq nəticə göstərib. Məndən modası ilə medianın fərqini istəyir. Moda ən çox təkrarlanan nəticədir ki, burada 130 baldır bizim modamız. 130'dur. Moda 130 olur. Medianı tapanda isə bunların sayına baxsaq, burada 5, 6, 8, 12, 14 dənə var da. 14 dənə. 3, 6, 8, 12, 14 dənə. Medianı da tapmaq üçün ortada duran düz sayda olduqlarına görə ortada duran 2 ədədin ədədi ortasını tapmalıyıq. Ortada duran 2 ədəd də hansıdır? Burada 3, 6 və 7-cilər. 135, 135, median da olur 135. Bunların indi fərqini istəyir, 135-dən 130 çıxanda cavabımız olur Y variantı. Baxaq, 12-yə baxdıq, indi 13-cü suala baxaq. Ədədi silsilənin ilk 10 həddinin cəmi 220-dən böyükdür. Yəni S10 böyükdür 220-dən. 260-dan isə kiçikdir. 260-dan isə kiçikdir. Bu silsilənin birinci həddi 7 və bütün hədlər natural ədədlər olsa silsilə fərqini tapın. A1-imiz 7-dir. Mən ilk 10 həddin cəmi düsturunu yazsaq, A1 plus A10 bölünsün 2, vurulsun 10 olur. Vurulsun 10 daha doğrusu. Bu da olur 5A1 üzərinə gəl 5A10. A1'imiz bizə 7 verildiyinə görə olur 35 üzərinə gəl 5 dənə A10 220-dən böyük 260-dan kiçik olmalıdır. Mən buradan hər tərəfdən 35 çıxsaq olacaq burada 185 kiçikdir 5A10'dan, bu da kiçikdir. Buradan 35 çıxanda 225'dən. Hər tərəfin 5'ə bölsəm A10 böyük olur 37'dən, kiçik olur 45'dən. A10 deməli 37-45 aralığındadır. Deyir ki, bütün hədlərin natural hədləri olarsa. Mən burada A10'un yerinə A1 plus 9 deyə yaza bilərəm. Olacaq 37 kiçikdir A1 plus 9 dedən, o da kiçikdir 45'dən. Bu da olur 37 kiçikdir 7 plus 9 dedən, çünki A1'imiz 7'dir, o da kiçikdir 45'dən. Buradan alınır ki, 30 kiçikdir 9 dedən, o da kiçikdir neçədən? 38'dən. Deməli, D'miz burada neçə olur? Natural ədəd olduğuna görə D'miz də natural ədəd olmalıdır. Bu aralıqdakı natural ədəd neçə olur? 4. Deməli, D'miz 4'dür. D'ni tapdıq 4. Cavabımız olur C variantı. Sonra davam edək 14-cü sualına. Loqaritm 3 əsasından mötərizədə x kvadratı plus x plus 3 kiçikdir bərabərdir 2 bərabərsizliyin ən kiçik həllini tapın. Buradan x kvadratı plus x plus 3 kiçik bərabər olmalıdır 3-ün kvadratından. Buradan x kvadratı plus x plus 3 kiçik bərabər olur 9-dan və x kvadratı plus x 9-u keçirəndə sol tərəfə olur çıxılsın 6 kiçikdir bərabərdir 0-dan. Vuruqlara ayıranda x plus 3 x minus 2 şəklində vuruqlara ayrılır. Bunun da kökləri mənfi 3 və 2'dir. Ədəd oxunda qeyd eləsək, 2-dən böyük bir qiymət verəndə müsbət, mənfi, müsbət. Bizdən ən kiçik tam həllini istəyir, ən kiçik tam həlli olacaq mənfi 3. Davam edək 15-ci sualına. Kompleks ədədlərin deyir ki, hasilini tapın. Deməli, Z1 kompleks ədədimiz 3 plus 2-də 1 idi. Bunu vurmalıyam 2 çıxılsın 3-də 1 i-yə. Vurub açanda olur 6 çıxılsın i, üstünə gəl i, çıxılsın 6'da 1 i kvadratı. Burada mənfi və müsbət i'lər islah gedir. I kvadratı mənfi 1'də olur 6 üzərinə gəl 6'da 1. 6'ın üzərinə də 6'da 1 gəlinə cavab olur 6'da 37. Bu da bizim 15-ci sual. 16-cı suala baxaq. Deyir ki, A və B nöqtələri koordinat başlanğıcına nəzərən simmetrik olarsa A və B-ni tapın. Koordinat başlanğıcına nəzərən simmetrik ilərsə, bunların həm x-inin qiyməti bir-birinin əksidir, həm də y-ləri. Yəni, A-mız mənfi 2 olmalıdır, B-miz də ki, mənfi 3 olmalıdır. Cavabımız olur burada mənfi 2, mənfi 3 D variantı. 17-ci suala baxaq. Paralelogramın hündürlükləri 6 kök 3 və 8 cm-dir. Belə bir paralelogram təsvir edərəm. Bunun bu hündürlüyü tutaq ki, olsun 8. Digər hündürlüyü də burada olsun
Daha doğrusu bura 8 olsun. Çünki kiçik tərəfə çəkilən hündürlük böyük olur. Burada olsun 6 kök 3. Deyir ki, onlar arasında qalan bucaq, yəni hündürlüklər arasında qalan bucaq bura 60 dərəcədir. Bura 60 dərəcədirsə, deməli bu kör bucaq bura 90, 60, 90, 120 olur. Deməli paralelogramın kör bucağı 120 dərəcədir. Bura 120 dərəcə. Deməli bura 60 dərəcə olur. Bu düzbucaqlı üç bucaqdan 30-un 60 dərəcəlik bucaq qarşısında duran katet, 30 dərəcəlik bucaq qarşısında duran katet. Paralelogram bizdən sahəsini istəyir də. Deməli burada 60 dərəcə olacaq. 60 dərəcəlik bucaq qarşısında duran katet digər katetin kök 3 misli olur. Bura olur 6, bura olur 12. Buranı tapdıq 12. Bura 12'dir. Daha sonra biz paralelogramın sahəsini tapmağımız üçün bu yan tərəfimiz 12'dir. Həmin tərəfə çəkilən hündürlük də 8-dir axı. Sahəmiz bərabər olacaq 12 vur 8-ə, yəni 96 kvadrat santimetrə. Kürənin radiusunu 5 dəfə artırdıqda həcmi necə dəyişər? 3/4 Pier kubudur kürənin həcm düsturu. Görürük ki, V radiusun kubu ilə düz mütənasibdir. 5 dəfə artıranda 125 dəfə artacaq. 18 sual oldu, 125 dəfə artır. Tənliyini həll edin. Bir kvadratik funksiyadır, bir də modul funksiyasıdır. Onların cəmi sıfıra bərabərsə, bunları ayrı-ayrılıqda sıfıra bərabərləşdirmək lazımdır ki, bu da x plus 3 vurulsun, x minus 2 şəklində vurullara ayrılır. Bunun bir kökü olur 2, ikinci kökü də olur -3. Həmçinin bu x kvadratı plus 4x plus 3'ü də sıfıra bərabərləşdirəndə bu vurullara x plus 3 vurulsun, x plus 1 şəklində ayrıldıqdan sonra cavab olur bir kökü -1, digər kökü də -3 olur. Ortaq kökünü götürsək cavabımız olur -3. 20-ci suala baxaq. Vektorları verilmişdir. K'nın hansı qiymətində 3A vektoru plus B vektorunun uzunluğu 17-yə bərabər. Əvvəl gəlin 3A vektorunun koordinatlarını tapaq. Olur 15, 3K və -6. Bir də B vektorunun koordinatları da ki 2, 15, 6'dır. Bunların cəmi toplayanda olur koordinatlar 17, 15 plus 3K və 0. Bunun uzunluğu 17'ye bərabər olması üçün bu 15 plus 3K'da 0 olmalıdır. Buradan 3K'mız bərabər olur -15'ə, K da bərabər olur -5'ə. Cavab D variantı. 21-ci suala baxaq. B parametrin hansı qiymətinə bərabərsizlər sisteminin yeganə həlli var. Mən yuxarıdakı bərabərsizliyi olduğu kimi saxlayaram. X böyükdür 2B kvadratı çıxılsın 3B plus 7'dən. Aşağıdakı bərabərsizliyin hər tərəfi mənfiyə vuranda -x böyük bərabər olur -b kvadrat çıx 5B plus 9'dan. Tərəf-tərəfə bunları toplayanda olur ki 0 böyük bərabərdir B kvadratı çıx 8B plus 16'dan. Yeganə həlli olması üçün bunun 0'a bərabər götürüb həll edərik. B kvadrat çıx 8B plus 16 bərabər olur 0'a. Bu da B çıx 4'ün mötərizə kvadratı bərabərdir 0'a. B'miz də bərabər olur 4'ə. 22-ci suala baxaq. Deməli yazır ki bu 7 rəqəmli ədədin rəqəmlərinin yerini dəyişməklə 6 rəqəmi ilə başlayan neçə müxtəlif 7 rəqəmlə də yazmaq olar. Mən birinci yerə 6 yazsam, digər 5 yerə 6 dənə ədəd qalır da yerdə. Onların yer dəyişməsi 6 faktorial olacaq, amma bunu bölməliyəm. Burada təkrarlanan rəqəmlər olduğuna görə 5-dən 2 dənə də 2 faktorial vurulsun, 7-dən 3 dənə də 3 faktorial. Burada olur 4 vur 5 vur 6 bölünsün 2. Cavabımız olur 60 dənə belə 7 rəqəmli ədəd yazmaq olar. AB'nin BC'yə, CD'yə, onun da DA'ya nisbəti 12/8/2/3 nisbətindədir. Yəni bura 12K yazaram. BC'yə 8K yazaram. Bura 2K yazaram. AD'yə də 3K yazaram. Bunların ümumi cəmi eləyir 25K. Bərabər olur 360'a. K'nı tapmağım üçün 360'ı bölməliyəm 25'ə. Bu da neçə olur? 5'ə xısar aparsaq 72 bölünsün 5 qalır. Qoy belə qalsın. İndi bizdən bu bucağı istəyir alfa bucağını. Qaydaya əsasən alfa bərabər olur 12K ilə 2K'nın fərqinin yarısına. Yəni 5K'ya. K'nı da 72/5 tapdığımıza görə 5 vurulsun 72 bölünsün 5. Cavabımız olur 72 dərəcə. Davam eləyək 24-cü sualına. M'in hansı qiymətində, ən kiçik tam qiymətində bu parabolanın təpə nöqtəsidir ki, birinci rübdə yerləşir. Parabolanın təpə nöqtəsi birinci rübdə yerləşirsə, deməli bunun M ilə N'i müsbətdir. M də müsbət olmalıdır, N də müsbət olmalıdır. Yəni həm -B böl 2A 0-dan böyük olmalıdır. B'miz burada 2M çıx 10'da olur. 10 çıxılsın 2M böyükdür 0-dan. M kiçik olur 5'dən. Və digər tərəfdən bunun diskriminantı da, yəni mənfi diskriminant böl 4AC da 0-dan böyük olmalıdır. Yəni 4AC çıxılsın B kvadrat böyük olmalıdır 0-dan.
Olur neçə? 4m kvadratı çıxılsın 2m çıxılsın onun kvadratı böyük olmalıdır 0-dan. 4m kvadratı çıxılsın, bunu kvadrat yüksəlində 4m kvadratı çıxılsın 40m üzərinə gəl 100 böyükdür 0-dan. 4m kvadratları gedir 40m böyük olur 100-dən, m də böyük olur 2,5-dən. Ən kiçik tam qiyməti isə 3 qiymətli. Deməli, m-in 3 qiymətində bu parabolanın təpə nöqtəsi birinci rübdə yerləşəcək. 25-ci suala baxaq. Yazıb ki, kök altında sürətdə 6 kosinus 25 kosinus 65. Mən onu yazacağım ki, 6 kosinus 25 yazaram elə sinus 65 vurulsun kosinus 65 və məxrəzdəki kosinus 40-ı da yazaram sinus 50 şəklində. Kökü bağlayaram, üzərinə gəl 1 və vurulsun 3 vurulsun mötərizədə kök 3 minus 1-ə. Bu sürət, kök altındakı sürət sinus 2 alfanın açılışını xatırladır mənə. Yazaram 3 dənə sinus 130 bölünsün sinus 50 üzərinə gəl 1 və vurulsun 3 vurulsun kök 3 çıxılsın 1. Biz bilirik ki, sinus 130 elə sinus 50 deməkdir. Olur kök 3 üstə gəl 1 vurulsun 3 dənə kök 3 minus 1. Kök 3 plus 1-i kök 3 minus 1-ə vuranda 2 eləyir, 2-ni də 3-ə vuranda cavabımız olur 6. 26-cı suala baxaq. Yazıb ki, integral 3-dən a-ya dx bölünsün x bərabərdir 3 dənə ln 2-yə. Biz bilirik ki, 1 bölü x-in integralı ln x-dir. ln x 3-dən a-ya bərabər olmalıdır 3 dənə ln 2-yə. Bunda sərhədləri yerinə qoyanda ln-a çıxılsın ln 3 bərabər olmalıdır ln 2-nin kubuna, yəni 8-ə. Buradan ln-amız bərabər olur ln 8 üzərinə gəl ln 3-ə. ln 8 ilə ln 3-ün cəmi ln 24 eləyir. ln-a bərabər isə ln 24-ə, deməli a-mız bərabərdir 24-ə. Baxaq 27-ci suala. Deyir ki, uyğun tərəfləri paralel olan alfa və beta bucaqları üçün alfanın betaya nisbəti 2 bölü 3-dür. Deməli 2k plus 3k bərabər olmalıdır 180-ə. Buradan 5k bərabər olur 180-ə. K-nı tapıram ki, 36-dır. Deməli bucaqlarımız 72 və 108 dərəcədir. Bunların fərqi 36 dərəcədir. Bəli, 1-ə gedir B. 2-yə alfanın beta nisbəti 5 bölü 4 isə 100 və 80 dərəcəli bucaqlardır. Bucaqların kiçiyi 80 dərəcədir deyə gedir. 3-də də böyüyü 135 dərəcədir. Y variantda buna gedir.